hardan alınır, nə ətidir? Deyirlər inəyin baş ətidir. Ətin kilosunun az qala 20 manata çatdığı bir dövrdə kababı 3 manata satan daha bir məkanda oldum və hamını maraqlandıran sualları məkan sahibindən soruşdum. Aldığım cavabı sizinlə də bölüşəcəm. Dostlarla Əhmədidə görüşdük və yol kənarında belə bir məkanda olduq. Lüləni həm lavaşda, həm də çörək arasında verirlər. Qiymət dəyişmir. Ümumiyyətlə burada kabab adına nə görürsənsə 3 manatdır. Əvvəlcə lavaş arası lüləni yoxladıq. Dediyinə görə şişə vurulan ət 160 qramdır. Bakıda çox məkan əti bu miqdarda istifadə etmir. İnsafən kənardan baxanda normal görünür. Düzünü desəm dadını da bəyəndik. Yəni normal şirəli lülə kabab. Yalandan pisləsəm haqsızlıq olar. Yeri gəlmişkən məkan sahibindən ətin mənşəyi barədə soruşdum və aldığım cavab belə oldu. Bu ət hardan alınır, nə ətidir? Deyirlər inəyin baş ətidir. Bu tərkibində qoç ətidir, 25-30 kiloluq qoçların ətidir, erkək qoçların ətidir. Erkək qoçun quyruğudur, duzdur, vestiyordur. Biz toyuq və ciyər də yoxladıq. Ciyəri qəti bəyənmədim. Düzünü deyəcəm, o deyildi. Toyuq normal, bir balaca duzlu, lülə isə nə yalan deyim, gözlədiyimdən daha yaxşı idi. Əsas da ölçüsü bir çoxlarında olduğu kimi balaca deyil. Lavaşı da çox qalın deyildi açığı. Dönər və digər fast food növlərindən bezənlər rahatlıqla burada lavaşda lüləni yoxlaya bilər. Bura Əhmədlidə KTV-dən yuxarıda 7 nömrəli poliklinikanın düz yanında yerləşir. Yolunuz buradan düşsə dadına baxın. Məncə peşman olmazsınız. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.